Bizdə diktaturadır və bu diktaturanı xalq dəstəkləyir. Bu sözləri Belarus prezidenti Aleksandr Lukashenko məmurlarla görüşündə deyib. Bu ilin yanvar ayında Belarusda prezident seçkiləri keçirilib. Aleksandr Lukashenko qalib gəldiyini elan edib 86,8%-lə. Avropa İttifaqı Belarus seçkilərini demokratiyaya təhqir adlandırıb. Lukashenko artıq 7-ci dəfədir Belarus prezidenti seçilir. O, ölkəsini 1994-cü ildən bəri idarə edir. Son seçkilərdən sonra Lukashenko iclaslar keçirərək məmurlardan nəticələr tələb edib, onları danlayıb. Bizə xalq baxır, bizə dəstək verir. Sevincimiz yerə göyə sığmır ki, bizi seçiblər. Xalq bizə etibar edib. Biz isə işləmək istəmirsiniz, əsl vaxtıdır. Gedin, tərk edin. Oturub nəsə özlərindən düstur fikirləşirlər. Hərənin başında bir fikir var. Prezident tapşırıq verib və yol göstərib. Bundan boyun qaçıra bilməzsiniz. Lukashenko meyvə tərəvəzdən də danışıb və əsəbləşib. Mən prezidentəm. Mən avokado yemirəm. Sevmirəm, heç istəmirəm də. Gənclərdən kiminsə xoşuna gəlir, qoy gedib alsın. Кто-то это любит из молодежи. Ну, ради Бога, ну тогда покупайте. Mənim işim xalqı Belarusda yetişən meyvə tərəvəzlə təmin etməkdir. Ən sadə şeylər xalqın cibinə uyğun olmalıdır. Kələm, soğan, kartof, kök, alma. Tapşırıq vermişdim ki, stabilləşmə fondu hesabına bu qış xalq bu məhsullarla təmin olunsun. Bu tapşırığıma əməl etməmisiniz, buna görə cavab verəcəksiniz. Вы мне не пишите свои опыты. Mənə 25 səhifəlik nağıl yazmayın. Mənim onu oxumağa vaxtım yoxdur. Tədbir görün. Оказывается, у нас картошки нет. Demə bizdə kartof yox imiş. Kartof nə qədər bahalaşıb. Выгнать надо к чертовой матери. Rəhbər şəxsləri qovmaq lazımdır. Qoy rədd olub getsinlər. Kifayət qədər kartof hazırlaya bilmirik. 2 aya qiymətlər 10% qalxıb. Lukashenko Statistika Komitəsinin rəhbərini də tənbih edib. Это коррупция. Bu korrupsiyadır. Hansı it xalçını razı salmaq istəyirdiniz? Sübut edin ki, o sizə rüşvət verməyib. Heç vaxt sübut edə bilməzsiniz. Не положил. Никогда не докажете. Mətbuata gələndə isə Belarus prezidenti müharibədən danışıb. Слушайте, идет война. Bilirsiniz, müharibə gedir. Müharibədir. Özün bilirsən nə etmək lazımdır.